Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Vəfa Şərifova ad çəkmədən Afət Fərman qızı haqqında qalmaqallı açıqlamalar verib. Afət Fərman qızının ona niyə bu qədər ilişdiyini bildirib. Həmin anlar sosial şəbəkədə paylaşılıb, biz də sizlərə təqdim edirik. Mənim də o vaxtlar sevən vaxtlarımdır, normaldır, qısqanıram, inanmıram, belə bir şey olar. Düşündüm ki, bəlkə yalandır. Zəng vurdum həmin xanıma. Dedim ki, bəs nə olar deyin də mənə düzünü. Kimə olubdu bu zəng, kimə padxod eləyib. Dedi ki, bəs mənə. Mənə dedi ki, sənə 50 min verirəm. Gəl Şəmkirə, gizli maşında səni gətirəcəm, heç kimin xəbər olmayacaq. Ortada sən var idin, ona görə yox dedim. 50 minə yox deyib. Sonra mövzu açıldı, mən o adamla dava elədim, sonra mənə şahidlər gətirdi, bax filan kəs olub, xəttə filan kəs də olub, o məndən 5 min istədi, mən o zarafatla dedim ki, buralığa gəl get, niyə bizim tərəflərə gəlib getmirsən, o dedi 5 min ver gəlin, mən dedim 500 verərəm, belə bizim davamız oldu. Bu söhbət beləcə qaldı. Sonra da bu qadın mənə dedi ki, bəs məni öyrətmişdilər, əslində düzdür, söhbət elə olubdu, məni öyrətmişdilər Çinarə, Moskvada yaşayan Çinarə, Allah şahidimizdir, onun yanında olub, mənim bütün danışıqlarım onun yanında. Mən sizə bu davanın əslində niyə olduğunu da açıqlayım, heç kimə qaranlıq qalmasın. Deməli, Şəmkirli bəyəfəndi pandemiya vaxtında, əslində çox adam bilir bu mövzunu, amma yenə də deyim, siz də biləsiniz. Şəmkirli bəyəfəndi bu xanıma zəng vurur, xanım da demək olarsa, insanlıqdan çıxmış insana zəng vurur, deyir ki, gəl Şəmkirə, və şimdi bunu nəyəsiz Şəmkirə çağırır. O da deyir ki, gələrəm 5 min ver, gəlim. Deyir ki, o da deyir ki 5 min cəma sənə 500 manat verir. Mən sənə niyə 5 min verirəm? Bu söhbətdə hamamda olur. Hamamda da bir neçə adam qrupla, nəysə ki, kişilər qrupla bu insanı yığılmış. O da deyib, pazar olub, deyib, Vəfaya bəs sən 500 minlər xərc deyirsən, mənə 5 mini qıymadın. O da deyib ki, sən özü Vəfa ilə bir tutursan, Vəfa mənim uşaqlarımla asıdır, onu bu mövzuya qatma. Onun adını sən ağzına ala bilməzsən. Bunların davası, qırğını bundan başlayıb. Sonra canlı açdı. Canlıda dedi ki, Şəbnəmlə Vəfa bir-birlərini öldürürlər o kişinin üstündə. Amma o kişi başqa bir qadına da əslində patladı.